Ledin içindəki balaca ayaq müsbət olur. Hündür ayaq mənfi olur içindəki. Amma çölündəki ayağı görürsünüz. Uzun ayaq müsbət olur. Gödək ayaq mənfi olur. İçindəki də var yenə. İçində də görürsünüz, ledin içində uzaqdan baxanı görünür. Müsbət ayaq balaca olur. Mənfi ayaq böyük olur. Çöldə amma tərs mütəvazıdır. Uzun ayaq müsbət olur. Gödək ayaq mənfi olur. Bunun da arasında bir tanesi çıktı. Birin keçirtdiği sarıdan qalan bir keçirtdiği. Həmişə də sarısı, çünki sizdə oranda həmişə sarı tutmaz. Qolun atıran bura. Bir ikisini keçirtirəm. Ne ben biraz biraz işlemiyorum. Keçirtdiği. İşe mesela elektrik bölgesi bırakmadan evvel elektrik gəlmir. Elektrik gələ görə duvar təhlükəli. Yol xarab olur. Ben arasını Yine bak 4 tane yaşlı aşağıda. Sonra əlavə bunların hepsini Arduino qoşmaq üçün sizə kabel lazımdır. Çitin içində belə kabel var. Kabelini açırsınız. Kabellər rənglidir. Baxın, bunu da özü sayasınız. Nə qədərsə sonra yadda saxlamaq üçün. Ümumiyyətlə, sizdən kimsə soruşanda 2 dənə belə kabel var rənglərindən. Bunu əzbər bilməlisiniz. Alıram bir. Onu da özü üçün bir qeydiyyat götürərsiniz da. Bir balaca kitabdan dəftərçəniz olsun. 3 yaşıl, 3 qırmızı, Çünki bizim ekskursiyamızda da maraqlanacaqlar oradakı uşaqlar sizlə. 3 qara, Ki, əziz dost. 3 Hə. 3 yaşıl, 2 qarası, 3 sarı, Narıncılı bir də 3 saat. bu əslində üstün olmalıdır. Ciddi ama biri əksik gəldi. Bunun bir gələcəkdə sizə özü təşkilləşməni deyilməlidir. hamısını üst üste vermiştim. Sağ o şey altı dolar. Hər rəngdə 3 üstü. Rənglərin də göndərilməsi olur. Bunun sondaş. Bəli, bilmiyorum. Deməli, rənglərin göndərilməsində fərq var. Yazılı saxlı, beynəlxalq standartlar var. Əslində bu yaşınla olur. Heç bir fərq yox. Amma beynəlxalq standartlarda siz bu 2 il yanlarda içinizə verirlər, onu işlədirlər üçün. O avtomatik o standartları bildiyi üçün hansı yolların tanıdığını o rənglərlə olacaq ki, bu rənglərin bu yollar. Bundan artıq kimi beynəlxalq standarta görə sarı rənglər yalnız 3 ayda gedir. Qırmızı ilə 5 gedəklər. Sarı ilə 10 gedəklər. Yaşıl ilə ağ qapalı, yəni bundan məlumat bunların işte. Bu qara rəng geyindədir, yəni yenidən torpaqların işlərini verirlər. Həmin mərzi voltaj ötürmək üçün. Göl də mərzi voltaj ötürmək üçün, amma 100 voltdan yuxarılar ötürmək üçün. Biraz təhlükəli.